Aha, deməli, elektroskop mövzusunda qalmışdıq 5.3-də. Bizə deyir ki, burada rəqəmlərlə işarələnmiş hissələrin adını yazın. Birinci olacaq bizdə keçirici kürəcik. İkinci keçirici məftil. Üçüncü olacaq keçirici köynəklər, yaxud da buna yarpaqlar deyirdik. Yarpaqlar. Dördüncüsü isə dielektrik qap. Yadda saxlayırıq ki, kürəcik, naqil və yarpaqlar keçirici maddələrdən ibarətdir. Digər, bax, buradakı tıxac və qabın özü isə dielektrik maddədir. Elektroskop nə üçün istifadə olunur? Cisimlərin elektrik yüklü olub-olmadığını müəyyənləşdirmək üçün. Elektrik yüklü olub-olmadığını müəyyənləşdirmək üçün. Sonra, üçüncüdə deyir ki, yüksüz elektroskopun başlığına mənfi yüklü cismi toxundursaq, nə baş verər? Yüksüz elektroskopun başlığına mənfi yüklü cismi toxundursaq, nə baş verər? Bu zaman yüksüz o deməkdir ki, yəni bu neytraldır. Neytralda nə demək idi? Müsbətlərin sayı mənfilərin sayına bərabər idi. Və mənfi yük neytralda nə qədər mənfi varsa, onun hamısını itələyirdi. Keçirici naqilə, məftilə və yarpaqlara. Amma kürəci özü isə müsbət yüklənirdi. Nəticə etibarı ilə eyni yüklənmiş köynəklər artıq bir-birlərini itələyərək müəyyən bir bucaq altında başlayır aralanmağa. Yəni, yüksək elektroskopun başlığına mənfi yüklü cisim toxundursaq, bu zaman elektroskop elektriklənir, yəni yüklənir. Elektroskop yüklənir. Yəni, necə yüklənir? Başlıq olur müsbət. Yarpaqlar isə mənfi. Olur mənfi. Nəticədə eyni işarəli yüklənmiş yarpaqlar bir-birindən uzaqlaşır, itələnir. Gəldik nəyə? Neytral keçirici cismi yüklü elektroskopun başlığına toxundursaq, nə baş verər? Neytral keçirici cismi yüklü elektroskopun başlığına toxundursaq, nə baş verər? İki hala baxaq. Elektroskop mənfi yüklü olduqda, elektroskop müsbət yüklü olduqda. Deməli, neytral keçirici cismi yüklü elektroskopun başlığına toxundurmuşuq. Keçirici cismi toxundurmuşuqsa, bu o deməkdir ki, elektroskopdakı yüklər neytral cismi elektrikləndirəcək. Nəticədə elektroskopun yükü azalacaq. İstər elektroskop mənfi olsun, istər elektroskop müsbət olsun. Neytral toxundanda yüklər bu neytraldakı yüklərlə, belə deyək də, necə deyirdik? Məsəl üçün, tutaq ki, deyirəm də, elektroskop mənfi yüklüdür. Bu da neytraldır. Neytralda nə deməkdir? Müsbətlər mənfilərə sayına bərabər idi də, düzdür? Bu zaman sanki buradakı yüklər, biz toxunlara nə demişdik? Demişdik ki, neytral cismi mənfiyə toxundursaq mənfi yüklənər, müsbətə toxundursaq müsbət yüklənər. Nəticə etibarıyla nəyin hesabına yükləndi? Elektroskopdakı yüklərin hesabına yükləndi. Yəni, elektroskopda yüklərin bir hissəsi neytral cismə keçdiyi üçün burada yüklərin miqdarı azalır. Nəticə etibarıyla yarpaqlar bir-birlərinə yaxınlaşır. Fərqi yoxdur. Bu mənfi yüklü idi, yaxud da müsbət yüklü idi. Elektroskop mənfi yüklü olduqda da, müsbət yüklü olduqda da hər iki halda elektroskopun yarpaqları
bir-birinə yaxınlaşacaq. Səbəb də yükün miqdarının azalmasıdır. Nə üçün azaldı? Çünki neytral cismə keçdi yüklər. Gəldik 5-ciyə. Deyir, qara hərflərlə verilmiş sözlərdən uyğun olanın altından xətt çək. Elektroskop eyni yaxud da müxtəlif işarəli elektrik yükü olan cisimlərin qarşılıqlı təsirinə əsaslanır. Əlbəttə ki, eyni işarəli elektrik yükü olan cisimlərin qarşılıqlı təsirinə əsasən işləyir. Yüklü yaxud da yüksüz cismi yüksüz elektroskopun başlığına toxundursaq, başlıq ilə vərəq eyni müxtəlif işarəli yüklənər. Yüklü cismi yüksüz elektroskopun başlığına toxundursaq, başlıq ilə vərəqlər eyni işarəli yüklə yüklənir. Elektroskop yükləndikdə ondakı elektronların sayı neynəmir? Dəyişir. Elektroskop yükləndikdə ondakı elektronların sayı neynəyir? Dəyişir. Çünki yüklənibsə, deməli elektron sayı dəyişib də. Ya artıb, ya da azalıb.